الصلاة والسلام عليك يا رسول الله. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. فلم تقتلوهم ولكن الله قتلهم وما رميت إذ رميت ولكن الله رمى وليبلي المؤمنين منه بلاء حسنا إن الله سميع عليم. صدق الله العلي العظيم. الله الله الله. Azərbaycan şəhidlərinin Vətən yolunda, din yolunda şəhid olanların bu kənddən cavan balalarımız vətən yolunda şəhid olub, şəhid mübariz qardaşımızın ruhu ilə baxəm, cəm şəhidlərin ruhlarını ucalı bir salavatla yad edin. Ağamız, Seyyidimiz, Mevlamız, sahibimiz, Allah'ın yer üzerinde sonuncu hüccəti İmam Zaman ağamızın salamətliyinə və tezliklə zuhur edib dünyanı ədalətlə doldurmasından ötürü ağamıza layiq bir salavat edir. Allahümme salli ala Muhammed ve ali Muhammed. Eûzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. ثم الصلاة والسلام على أشرف الأنبياء والمرسلين حبيب إله العالمين سيدنا ونبينا وحبيب قلوبنا وشفيع ذنوبنا أبي القاسم محمد بن عبد الله. اللهم صل على محمد وآل محمد. صلى الله عليه وعلى آله الطيبين الطاهرين المعصومين المظلومين ولعنة الله على أعدائهم أجمعين من الآن إلى يوم الدين. السلام عليك يا أبا عبد الله وعلى الأرواح التي حلت بفنائك. عليك مني سلام الله أبدا ما بقيت وبقي الليل والنهار. ولا جعله الله آخر العهد مني لزيارتكم. السلام على الحسين وعلى علي بن الحسين وعلى أولاد الحسين وعلى أصحاب الحسين. Aziz ve hürmetli müminler ve mümine bacılar, bu gece Muharrem ayının 10. gecesi İmam Hüseyin Aleyhisselam'ın şehadet gecesi bu ağırlı gün münasibəti ilə, Aşura münasibəti ilə
Yəni əvvəlcə ağamız, seyidimiz, mövlamız, imamımız İmam Zaman ağaya başsağlığı verirəm. Və sonra bu ağırlı münasibətlə bütün İslam dünyasına və xüsusilə Azərbaycanımıza və siz əzizlərimə bu münasibətlə əlaqədar başsağlığı ərz edirəm. Amma bu gecənin mövzusu bildiyimiz kimi hər bir insan iki həyatla uzlaşır. Biri dünya həyatı, digəri isə axirət həyatı. Ona görə hər bir insan, hər bir fərd həm dünya səadəti, həm axirət xoşbəxtliyi barəsində düşünməlidir, fikirləşməlidir. Əgər doğrudan da hər bir insan bu iki dünya ilə uzlaşırsa, hal-hazırda dünya həyatında yaşayır və axirət həyatı bizi gözləyirsə, deməli, hər iki dünyanın səadət yollarını axtarmalıyıq. Hər iki dünyanın xoşbəxtlik yolunu axtarmalıyıq. Çünki əziz Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm buyurur: "Ləqəd ci'tukum bi xayrid dunya vel axirə." Mən sizin üçün dünya və axirətin ən xeyirlisini gətirmişəm. İslam dini həm bizə dünya səadətin, həm axirət xoşbəxtliyin bizə öyrədən bir dindir. Hər kəs İslam dinin, hər kəs Qur'anımızı, əziz Peyğəmbərimizin sallallahu aleyhi və alihin təlimatların yalnız axirətlə əlaqədar bilirsə çox səhv edir. İslam dininin qeyri-dinlərdən və xüsusilə də xristiyanlıqdan elə fərqi bundadır. Çünki İslam dinindən başqa dinlər və onların ruhaniləri, ibadətgahları yalnız mənəvi məsələlərlə maraqlanırlar. Öz aləmlərində, öz dinlərində. Ancaq İslam dini fəqət mənəviyyata və axirət məsələləri düşünmür. İslam dini həm dünya və həm axirət məsələlərini düşünür. İslam dini istəyir ki, biz müsəlmanlar həm dünyada xoşbəxt olayıq, həm axirətdə xoşbəxt olayıq. Və ona görə bu günləri, bu gecə istəyirəm ki, siz əzizlərimlə belə bir söhbət edəyək. Bizim dünya səadətimizə zamin olan məsələlər hansıdır? Və bizim axirət xoşbəxtliyimizə zəmanət verən işlər hansılardır? Başqa sözlə, başqa ifadə ilə deyək. O hansı işlərdir, o hansı məsələlərdir ki, bizim dünya xoşbəxtliyimizə zəmanət verir? Bu hansı işlər, hansı məsələlərdir ki, bizim axirət səadətimizə yetişmək üçün bizə zəmanət verir? Birincisi, dünya səadəti. Dünya səadətinə yetişməkdən ötürü əzizlərim, iki əsas amil var. İndiki dillə düşük, müasir dillə düşük, müasir terminologiya ilə düşük. Birincisi, insanların bu dünyada iqtisadi vəziyyətlərinin normal olması, digəri isə ictimai asayişin nizamlı və intizamlı olmasıdır. Elə məhz buna görə Allah Teala Qur'an-ı Kərimdə Qureyş surəsində buyurur ki, فَلْيَعْبُدُ رَبَّ هَذَا الْبَيْتِ İnsanlar bu Kəbənin Rəbbinə ibadət eləsinlər və sonraki ayədə Allah özünü tanıtdırır. Bu səsi düzdür, qaydasıdır. Ondan sonra Allah Teala özün bizə tanıtdırır ki, sizin Rəbbiniz, bu Kəbənin Rəbbi hansı sifətlərə malikdir? Buyurur, Əl-ləzi ət'aməhum min cu'in və amanəhum min xavf.
Sizin Rəbbiniz o Allah'tır ki, sizi acılıqdan xilas eləyir və sizi qorxudan amanda saxlayır. Fikir ver ayə, fikir ver ayə. Əzizlərim, siz və biz bu gecə başı nizədə Qur'an oxuyanın məclisinə gəlmişik. Kəsilmiş başı nizədə Qur'an oxuyur İmam Hüseyin əleyhissalamın. Deməli, Hüseyni tanıyan gərək Qur'an bilə, Qur'an öyrənər. İmam Hüseyin əleyhissalamın məclisində gərək biz Qur'an öyrənək. Sizin Rəbbiniz o Allah'tır ki, sizi acılıqdan qoruyur, sizi acılıqdan xilas eləyir və sizi qorxudan amanda saxlayır. Sizi acılıqdan xilas eləyir, yəni indiki dinlə düzü iqtisadi vəziyyətin normal olması, sizi qorxudan amanda saxlayır, yəni əmin-amanlıq, ictimai asayişin sakit və dinc olması. Deməli, bu dünyada insan cəmiyyətinin rahat olması üçün, dünyada hər bir insanın firavan olması üçün bu iki məsələ kifayət edir. Ancaq ahirət saadətimiz, ahirət xoşbəxtliyimiz, o daha əsasdır. O daha başlıcadır. O birincidir, o daha əhəmmiyyətə malikdir. Çünki bu dünya həyatı ilə ahirət müqayisədə fanidir, puşdur bu dünya. Ahirət əbədidir. İmam Hüseyin əleyhissalam son dəfə xeymədən çıxanda qızı Səkinə soruşdu ki, ata deyəsən sən daha qayıtmaq fikrin yoxdur. Ağa ona təsəlli verdi qızına bu sözlə. Buyurdu ki, İnnəd dünya faniyətun və innəl ahirətə baqiyə. Buyurdu qızım, darıxma, narahat olma, nigaran qalma ginən, bu dünya puşdur, müvəqqətidir. Amma ahirət isə daimidir, əbədidir. Ona görə düzdür biz müsəlmanlar İstəyərik ki, bizim dünyamız da səadətli, xoşbəxt olsun, firavan olsun. Ancaq ahirət həyatı daha əsasdır, daha əhəmiyyətlidir. Bizim ahirətimizə zəmanət verən işlər hansılardır? Nədir? Nə işləri görəyik? Nəyə malik olayıq? Hansı əməli yerinə yetirək ki, bizim ahirət xoşbəxtliyimizə zəmanət versin, zamin olsun? Bilək ki, bizim ahirətdə xoşbəxtdir. Bəziləri elə güman edir ki, elm kifayətdir ahirət xoşbəxtliyi üçün. Ancaq elm kifayətdir, əzizlərim. Düzdür, elm tanımaq gözəldir, lazımdır. İnkişaf deməkdir elm, tərəqqi deməkdir, təkamül deməkdir. Amma təkcə elm insanı ahirət xoşbəxtliyinə çatdırmır, yetişdirmir. Çünki İmam Hüseyin əleyhissalam Kərbəlada soruşanda ki, Həl tə'rifunə mən ənə? Siz bilirsinizmi mən kiməm? Hamı bir səslə dedi ki, bəla ya Hüseyin. Ey Hüseyin, bilirik sən kimsə. Və hətta mən keçən gecələrdə sizə dedim, o zaman ki Şimr ibn Zilcəvşən İmam Hüseyin əleyhissalamın mübarək sinəsi üstə oturdu. İmam Hüseyin əleyhissalam soruşdu ki, Şimr, sən bilirsən ki, mən kiməm? Dedi, bilirəm. Əntə İbn-i Muhammedin Mustafa, Əntə İbn-i Aliyyün Murtaba, Əntə İbn-i Fatimətü Zəhra və xasmi fi yevmil qiyaməti Əl-Aliyyül Ə'la. Dedi, mən tanıyıram sən kimsən. Sən Məhəmməd Mustafa'nın, Əliyyəl Murtazanın, Fatimə-i Zəhranın oğlusan və qiyamət günü də mənim düşmənim, mənim təxasumum, mənim xəsmim Allah olacaq, onu da bilirəm. Deməli, bilmək həmişə bizi xoşbəxt eləmir. Bilmək həmişə bizi ahirət səadətinə çatdırmır. Bilmək bizim ahirət xoşbəxtliyimizə zəmanət vermir. Bilən də bəzən dönüb şümr olur. Hüseyni tanıyan da bəzən dönüb şümr olur. Hüseyni Zəhra balası, Əli oğlu, Peyğəmbər nəvəsi bilən də bəzən dönüb şümr olub İmam Hüseynin sinəsi üstə otura bilir.
Ona göre Allah Teala Kur'an-ı Kerim'de bize buyurur. Firavun ve Firavun'un kavmi barəsində danışanda buyurur ki وَجَحَدُوا بِهَا وَاسْتَيْقَنَتْهَا أَنْفُسُهُمْ Onlar yəqinən bilirdilər ki Musa haqqdır. Ancaq bilə-bilə, yəqinən bilə-bilə onlar inkar elədilər, təksib elədilər, iman gətirmədilər. Deməli, elm kifayətdir, bilmək kifayətdir, təkcə tanımaq kifayətdir, bizi ahirətdə xoşbəxt eləsin. İkinci məsələ, bəziləri güman edir ki, bizi ibadət xilas edəcək. İbadət bizə ahirət xoşbəxtliyi verəcək. Ancaq xeyr, təkcə ibadət də kifayətdir, əzizlərim. Çünki İmam Hüseyin Əleyhisselamın Kərbəlasında onunla qarşı-qarşıya üz dayanan 30.000 ordunun hamısı namaz qılanlar idilər. Hətta işlərində hafizi Qur'anlar var idi. Qur'anı əzbər bilənlər var idi. Məgər İmam Hüseyin Əleyhisselamdan qabaq atası Əli Əleyhisselamla döyüşən və İslam tarixində ən həlledici an olan Siffin döyüşündə 12.000 ibadət edən, namaz qılanlar Əli Əleyhisselama mani olmadılarmı? Namaz qıla-qıla Əli Əleyhisselama mani oldular. Onu mübarizədən dayandırdılar. Halbuki həmən anda Siffin döyüşündə ən həlledici an idi İslam və Müsəlmanların tarixində. Onlar İmam Əli Əleyhisselama mani olmasaydılar, bu günləri Müsəlmanlar və onların həyatları başqa cür davam edirdi. 12.000 xəvarid, alınları namaz qılmaqdan qabar bağlayan xəvarid, dizləri dəvənin dizinə bənziyirdi namaz qılmaqdan. Əllərinin içi qabar olmuşdu səcdə eləməkdə, belləri bükülmüşdü rüku eləməkdə. Ancaq İmam Əli Əleyhisselamın üzərinə qılın çəkdilər ki, ya Əli, sən bu döyüşü dayandırmasın, biz səni öldürəcəyik. Deməli, təkcə ibadət də kifayət eləmir, biz xoşbəxt olaq. Təkcə ibadət bəs eləmir, biz ahirət səadətinə çatarıq. Bəziləri güman edir ki, bizi məhəbbət xilas eləyəcək. Biz Peyğəmbəri sevirik, Əhl-i Beyti sevirik, o bizi xilas eləyəcək. Bizim ahirət xoşbəxtliyimizə zəmanət verir. Əhl-i Beyti sev, nə istəyirsən elə. İmam Hüseyni sev, nə istəyirsən elə, Allah bağışlayacaq. Xeyr qardaşım, bu da səhv fikirdir, bu da düz deyil. Çünki mən sizə keçən gecə İmam Hüseyin Əleyhisselamın Fərəzdəqlə söhbətini dedim. Fərəzdəq Məkkədə İmam Hüseyin Əleyhisselamla rastlaşanda ağamız, seyyidimiz, şəhidlər ağası İmam Hüseyin Əleyhisselam soruşdu ki, ya Fərəzdəq, keyfə xəlləqdən nası iləy? Sən insanların bizə baxışları necədir? Sən insanların içərisində olansan, bizi necə tanıyırlar, necə düşünürlər bizim barəmizdə? Fərəzdəq cavab verdi ki, qulubuhum ma'ak və suyufuhum aleyk. İnsanların ürəkləri sənləndir ya Hüseyin, amma qılıncları da sənə qarşıdır, sənin əleyhivədir. Ürəkləri sənləndir ifadəsi İmam Hüseyinə olan məhəbbətin başqa bir sözlə, eyni mənada, ancaq başqa bir ifadə ilə təbiridir, başqa bir sözlə təbiridir. Ürəkləri sənləndir, yəni səni sevirlər ya Hüseyin, amma sənin üzərində də qılın çəkirlər. Qılıncları da sənin əleyhivədir. Deməli, təkcə sevgi də kifayət eləmir. Xuli, Allah lənət eləsin bütün zalimlərə. Xuli daxil olub İmam Hüseyin Əleyhisselamı şəhid eləyəndən sonra ağanın xeyməsinə xanım Fatimənin İmam Hüseyin Əleyhisselamın qızının sırğalarını alır. Ala-ala da ağlayır. Fatimə deyir, niyə ağlayırsan? Deyir, necə ağlamayayım ki, mən Hüseyin qızım, mən Zəhra balasım, Peyğəmbər nəvəsini soyuram, qarət edirəm. Deyir, bəs onda bunu bilirsən, niyə qarət edirsən? Deyir, onsuz da mən eləməsəm başqası eləyəcək. Ağlayır. O ağlamaq onun məhəbbətinə dəlalət edir, amma təkcə məhəbbət də kifayət duyur. Və bunun misali Kərbəlada doludur. Çoxlu misallar var buna Kərbəla meydanında. Yaxşı, nədir bizi ahirət saadətinə çatdıran? Nədir bizə ahirət xoşbəxtliyi verən? Yeganə və yenə də yeganə səbəb ki, bizi ahirət saadətinə çatdırır o təqvadır.
Yalnız təqva bizi ahirətdə xilas eləyəcək. Nə deməkdir təqva? Laf bu günləri xülasə deyirəm sizə. Təqva barəsində kitablar yazırlar. Təqva barəsində neçə cildlərlə kitab yazılır. Quranda təqva, hədisdə təqva, Nəhv-ül Bəlağada təqva. Uzun uzadı danışırlar. Kimisi gəlib irfanı təfsir verir, kimisi gəlib fəlsəfi təfsir verir, kimisi gəlib lüğəvi təfsir verir. Ancaq mən bu günləri sizə ən sadə dildə bir kəlmədə deyirəm ki, təqva nə deməkdir? Hamımızın da yanında qalsın. Ət-təqva hiyə iştinab ən məsiyyətillah. Allaha günah eləməkdən çəkinmək təqvadır. Budur təqva. Allaha günah eləməkdən çəkinmək. Hər kəs Allaha günah eləməkdən çəkinirsə o təqvalı insandır. Və budur bizi ahirətdə, bizi saadətə çatdıran, ahirət xoşbəxtliyinə çatdıran yalnız budur. Mən sizə bir neçə Quran ayələrini oxuyum bu gecə, ona görə tam yəqinə çataq ki, Allah Teala Quran-ı Kərimdə yalnız və yalnız biz insanların xoşbəxtliyin, saadətin, aqibətin yalnız səbəbi təqvadadır. Allah Quran-ı Kərimdə buyurur, فَإِنَّ اللّٰهَ يُحِبُّ الْمُتَّقِينَ Həqiqətən Allah təqvalıları sevir. İstəmirsən Allah sevsin səni? İstəmirsən Allah sevsin səni? Təqvalı ol Allah sevsin səni. Allaha günah eləməkdən çəkin Allah sevsin səni. Sonra buyurur Allah, وَاتَّقُوا اللّٰهَ وَاعْلَمُوا اِنَّ اللّٰهَ مَعَ الْمُتَّقِينَ Təqvalı olun, Allah'tan qorxun və bilin ki, həqiqətən Allah təqvalılarla birgədir. Allah təqvalılarla birgədir. Digər bir ayədə Allah buyurur, وَجَنَّةٌ عَرْضُهَا السَّمَاوَاتُ وَالْأَرْضُ اُعِدَّتْ لِلْمُتَّقِينَ O cənnət ki, hamımız onun arzusundayıq, Allah buyurur ki, həmən cənnətin genişliyi yer və göylər qədərdir. Sonra buyurur ki, o yer və göylər genişliyi qədər olan cənnət muttəqilər üçün hazırlanır. Təqvalılar üçün hazırlanır. İlahi bizi təqva ilə dünyadan apar, ilahi. Digər bir ayədə Allah buyurur, İnnəmə yətəqəbbələlləh minəl muttəqin Allah yalnız və yalnız təqvalı insanlardan qəbul eləyər. Deməli, sənin namazının da qəbul olmasının şərti təqvadır. Sənin orucunun da qəbul olmasına şərti təqvadır. Həccinin də qəbul olmasına səbəb təqvadır, şərti təqvadır. Əgər təqvan yoxdursa, namazın da batildir. Demir batildir, qəbuldur. Çünki bunlar başqa şeylərdir. Bir dəfə ola bilsin ki, namaz düzgün olsun. Namazı üzgünlüyə qılasan, dəstəmazı düz almışsan, şərtlərin şurutunu gözləmirsən, qalmışsan, qılırsan, amma namaz qurtarandan sonra qeybət edirsən. Namaz qurtaran həmən bu düz namazından sonra böhtan danışırsan. Düz namazından sonra zülmə kömək edirsən. Düz namazından sonra sən haqqı boğursan. Bu düz namazından sonra həmən düz namazı mələklər vurur həmən namaz qılanın başına. O düz namaz qəbuldur Allah dərgahında. Allah o namazı qəbul edir ki, təqvalı insandan, günah eləməyən insandan. İndi burada biri sual verər ki, günah eləməmək əgər təqvalı olmaqdırsa və bizdən də o tələb olunursa, onda görə biz məsum olar. Xeyr, məsum nəhlə çatmağımıza çox qalır. Təqvalı olmaq, məsum olmaq deməkdir. Fərqləri var bunların. Çünki məsum imam biz o kəsə deyirik ki, o imamlarımız nəinki günah eləməzlər, onlar günah barəsində də düşünməzlər belə. Günah onların ağlına belə gəlməz. Ancaq bizim ola bilsin ağlımıza gəlsin, amma həyatda icra eləmirik. Reallıqda həyata keçirmirik. Ola bilsin zeynimə gəlir kiminsə qeybətini eləyim. Ancaq həyata keçirmirəm. Qorxuram Allahdan, qorxuram cəhənnəmdən, qorxuram qiyamətdən. Oldun təqvalı insan. Ancaq məsum imamların bizdən fərqi odur ki, onlar günah eləməz və üstə gəlirsin, günah barəsində də belə düşünməz. Günah barəsində də düşünməz. Çətindir bu mənanı başa düşmək. Necə olur insan? Çətindir, asan deyil. Biz başa düşə bilmirik, çünki özümüz görməmişik onu. Ona görə biri gəldi İmam Sadiq Aleyhisselam'dan soruşdu. Dedi, Yabna Resulillah, ey İmam Sadiq Aleyhisselam, necə olur ki, siz günah barəsində belə düşünmürsünüz? Necə olur bu?
Üzr istəyirəm sizdən, amma ağanın cavabıdır, gələk bu cavabı deyim mən. Ağa buyurdu ki, sizin indiyə qədər heç zehninizə, fikrinizə belə gəlib ki, iştahavız keçib ki, o öz artığınızı, üzr istəyirəm, onu yiyəsiniz. Dedilər, xeyr ağa, bizim ağlımıza bu şey gəlmir. Dedi, çünki günah bizim yanımızda həmən artıqdır. Günah bizim yanımızda o murdar kimidir. Çünki o günah ki məni Allahın qəzəbinə çatdıracaq. O günah ki mənim dünya və ahirətdə məni zəlil eləyəcək. O günah ki məni ahirətdə üzü qara eləyəcək. O mənim yanımda həmən murdar kimidir. Ona görə onu eləmək bizim zehnimizə belə gəlməz. Onu icra eləmək, yerinə yetirmək bizim zehnimizə belə gəlməz. Ona görə bəli, təqvalı insan, yəni günah eləməyən insan. Bu məqama insan yetişə bilir, insan çata bilir bu məqama. Allah Quranda buyurur, İnnəmə yətəqəbbələlləh minəl-muttəqin. Allah yalnız və yalnız təqvalı insanlardan qəbul edir. Hər hansı bir əməl edirsənsə elə, yaxşılıq edirsən, sədəqə verirsən, zəkat verirsən, həccə gedirsən, namaz qılırsan, bilginən ki, onun qəbul olmasını Allah yanında istəyirsənsə, gərək təqvalı olasan, gərək günahdan çəkinəsən, onda Allah qəbul edir. Günlərin birində tarixdə bir hadisə baş verdi, İmam Sadiq əleyhissalamın yenə dövrüdür, bir kəs gedib insanların evinə hücum edir, insanların evini yarır. Amma fəqir-füqaraya dəyir, karvanları soyur qarət edir, gətirir qayıdır fəqir-füqaraya, yetimlərə. İmam Sadiq əleyhissalam orası gəldi, ağa onu danladı. Dedi, sən düz eləmirsən. Dedi, ağa, Qurandan xəbərin yoxdur, İmam Sadiqə deyir. Allah Quranda deyir ki, hər kəs bir yaxşı əməl eləsə, mən ona 10 qat mükafat verərəm. Hər kəs bir günah iş eləsə, ona bir cəza verərəm. Belə deyir, ağa dedi, bəli, var Quranda. Dedi, mən oğurluq eləyirəm, Allah mənə günahdır, bir dənə cəza verir. Həmən oğurluq elədiyimdən yetim yesiri də yedizdirirəm, olur 10 qat mükafat verəcək. Ondan bir çıxanda yenə 9 qalır məncə. İmam Sadiq əleyhissalam ona cavab verdi ki, sənin Qur'andan heç xəbərin yoxdur. Dedi, niyə ağa? Ağa bu ayəni oxudu. Buyurdu, İnnəmə yətəqəbbələlləh minəl-muttəqin. Allah Qur'anda buyurur ki, yalnız və yalnız Allah təqvalı insanlardan qəbul edir. Sənin yetimə mal verirəm, hələ gör bunu Allah qəbul eləyib, ondan sonra fəxr elə. Sinəvə vurdinəm, mən elədim. Hələ gör, hələ bunu Allah qəbul eləyib. Mən sədəqə verdim, mən zəkat verdim, mən həccə getdim, mən namaz qıldım. Hələ gör, Allah bunu səndən qəbul eləyib, yoxsa yox. Əgər qəbul eləyibsə, xoşalığa. Ancaq Allah deyir, mən təqvalılardan qəbul edirəm. Təqvalı insana qəbul eləyəcəm. Sonra Allah buyurur, yenə Quran ayəsi. İnnəl ardı lillahi yurisuhə mən yeşâ min ibadih vəl aqibətü lil-muttaqin. Buyurur ki, yer üzəri Allah'ındır. Allah onu öz salih bəndələrinə miras qoyacaq inşallah. Əlbəttə bu ayə işarədir bizim ağamız İmam Zaman abiyə. Sizə and verirəm Allah'a, bu İmam Zaman abiyə layiq salavatdır. Allah buyurur ki, yer üzəri Allah'ındır, Allah'ın mülküdür. Allah onu öz salih bəndələrinə miras qoyacaq. Bir zaman gələcək ki, Allah'ın salih bəndələri yer üzərində ağalıq edəcəklər inşallah İmam Zaman ağanın bayrağı altında. Necə ki, Peyğəmbər Salavatullahın dövründə o şəxslər ki, mütəkəbbirdir, o şəxslər ki, zalimdir, cəbbardır, Allah Teala onların bütün o cəbərutin, bütün o təkəbbürün Peyğəmbərin və müsəlmanların ayaqları altında əzdi. Allah vədə verib ki, inşallah gün gələcək, İmam Zaman ağanın zuhuru vaxtı inşallah Allah'ın izni ilə Allah'ın salih bəndələri yer üzərinə hakim olacaqlar inşallah. Sonra Allah buyurur, Vəl aqibətü lil-muttəqin. Uğurlu aqibət, gözəl aqibət, xeyirli sonluq yalnız təqvalı insanlara məxsusdur.
Başqa bir ayət. Bütün bu dediklərimiz ahiretimizle bağlıdır. Ama andolsun Allah'a, Kur'an ayələrine dikkat edəndə görürük ki, bizim hələ dünya xoşbəxtliyimiz də təqvadan asılıdır. Allah Teala Kur'an'da buyurur ki: "Ve men yettaqillah yec'allahu mahracan ve yerzuqhu min haythu la yahtasib." Herkes təqvalı olsa Allah ona nicat bəxş eləyər ve onun güman etmədiyi yerden ona ruzi əta eləyər. Ve indi okuyacağım ayədə isə Allah belə buyurur. Buyurur: "Ve men yettaqillah yec'allahu min emrihi yusra." Herkes təqvalı olsa Allah onun çətin işi də olsa belə onu asan eləyər. Deməli, bütün çətinliklər asanlaşır təqva vasitəsilə. Başqa bir ayədə isə Allah buyurur: "Fəmən yettəqillah yukaffir anhu seyyiatih." Hər kəs təqvalı olsa, ondan qabaq elədiyi günahların da, pisliklərin də mən bağışlayaram. Və yuazzim ləhu əcra. Və Allah onun mükafatın əzəmətli eləyər. Böyük eləyər onun əcrini inşallah. Deməli, bu ayələrlə, əlbəttə Quranda ayə bu dediklərimizdən daha çoxdur təqva barəsində. Ancaq biz kifayətlənirik bu ayələrlə. Kifayətlənirik bu ayələrlə. Elə biləm, artıq hər bir insana aydın oldu ki, Qur'an-ı Kərimə əsasən, Allah ayələrinə əsasən bizim ahirət xoşbəxtliyimiz yalnız təqvadan asılıdır. Əgər o insan ki, təqvası var, o heç vaxtı Peyğəmbər əhl-i beytinə hücum eləməz. O heç vaxtı İmam Hüseyin əleyhissalama əl qaldırmaz. Mən Hürrü danışdım siz üçün. Hür İmam Hüseyin əleyhissalamın qarşısını birinci gündən kəsmişdi. Ancaq Şümr isə Kərbəlaya bu gecə gəldi. Şümr Aşura gecəsinə qədər Kərbəlada yoxdur, Küfədədir. Bir dən fərqi hiss ediyorum. Birinci gecədən Hür İmam Hüseynin qarşısını kəsir. Ancaq son anda, həlledici anda tövbə edib dünya xoşbəxtliyi qazanır. Dünya və axirət saadətinə yetişir. Ancaq Şümr isə bu gecə gəlir. Ən ağır cinayəti edir. Bunun özü də bizim üçün böyük dərsdir. Kərbala məktəbindən böyük ibrətdir. Çünki ağamız İmam Zaman ağa gələndə Allah göstərməsin, illərlə namaz qılanlar ola bilsin ona qarşı çıxar. Ancaq bizim fasik kimi tanıdıqlarımız, bəzi vaxt ona hörmət qoymadıqlarımız ağamıza ləbbə işləyəcək və canını fəda edəcək onun yolunda. Mənim yadıma gəlir, günlərin birində bir İranlı alim var idi. Uşaqlıqdan elə ömrün elmdə keçirdi. İmanla böyüyür, namazla böyüyür, Qur'anla böyüyür. Bir veriliş gedirdi telekanalların birində. Göstərirdilər ki, bir 40 yaşında cavan 40 yaşına qədər bütün günahları edib. Ancaq 40 yaşında tövbə edib. Deyir ki, insanlara da müraciət edir, müsəlmanlara müraciət edir. Deyir, ey cavanlar, xüsusilə də cavanlara. Deyir, ey cavanlar, mən ki bu yaşa çatmışam, bütün günahları eləmişəm, vallah hamısı boşdur, mənasızdır, əbəsdir. Yeganə nicat yolu Allah yoludur. Siz mənim bu elədiyim səhvi sizi təkrarlamayın. Elə olmasın ki, siz də mənim kimi bu yaşa çatandan sonra başa düşəsiniz. Ağlayasınız ondan sonra, sızlayasınız ki, ilahi məni bağışda. Ona görə nə qədər cavansınız, nə qədər uşaqsınız, elə günaha meyl eləməyin. Ömrümüzü Allahın itaatində keçirdin. Həmən bu alimə danışdılar ki, verilişdə belə bir şey gedir. Belə bir veriliş gedir telekanalda. O alim ağladı. Soruşdular, niyə ağlayırsan? Dedi, vallah, nədənsə belə işlər baş verir. Biz ömrümüzü
dinlə keçirdiririk, Qur'anla keçirdiririk. Ancaq o aqibət ki, əsasdır, o son. İlahi, bizim aqibətimizi xeyr elə İmam Hüseyin xalq. O ki, əsasdır, həll edici andır, orada ayağımız sürüşür. Ancaq bu insanlara bax, onlar ömürlərin günahla keçirdirlər. Onların aqibətə sona çatanda tövbə edirlər. Allah da onları bağışlayır, tövbəkarları da sevir və onlar gedirlər Allahın rəhmətini qazanır. Ona görə mən öz günümüzə mən ağlayıram. Və bu söz həqiqi sözdür. Və Kərbalada da bunun misalı mən sizə göstərdim. O misalı da mən sizə göstərdim. Bu günləri bütün dünya İmam Hüseyin əleyhissalamın məktəbinə üz tutur. İmam Hüseyinə üz tutur. Şükürlər olsun Allaha ki, Avropa ölkələrindən tutmuş. Bütün dünya ölkələrində İmam Hüseyin əleyhissalamın əzəmətli matəmi keçirilir, əzası keçirilir. Və sabah Almaniyanın paytaxtı Berlinin küçələrində yürüyüş olacaq. İmam Hüseyin əleyhissalamın əzası ilə rəsmi olaraq icazə alınır. Və elə bizim kəndimizin oğlu, balamız, Allah müvaffəq eləsin, Seyid Tarih də orada oxuyacaq. Berlin küçələrində İmam Hüseyin'dən oxuyacaq. 30 il, 40 il bundan əvvəl bu sözü kim eşitsəydi, 40 il bundan əvvəl bizim atalarımız, babalarımız ki, dünyalarını dəyişirlər. İndi onlar dirilib gəlsələr, bu sözü eşitsələr, görəsən bizi inanarlarmı? Təsdiq edərlərmi bu sözü? Ki, bir vaxt gələcək, Berlinin küçələrində ya Hüseyin deyəcəklər, ya Əbəlfəz deyəcəklər. Orada Əli Əkbərə, Zəhra balalarını ağlayacaqlar. İnanmazdılar, vallahi inanmazdı, heç kəs, biz də inanmazdır. Deməli, Allahın istədiyi həyata keçir. Biz başa düşsük də, düşməsük də. Ona görə bir gün gələcək inşallah, nəinki təkcə Berlin küçələrində. Bütün dünyada, bütün dünya bir nəfərə qədər ya Hüseyin deyəcək. Amma İmam Zaman ağanın bayrağı altında inşallah. Və bu günlər ola bilsin, biz yenə buna inanmırıq. Necə ki 40 il bundan əvvəl indikinə inanmazdır. Amma əgər birinci inanmadığımız həyata keçirsə, deməli ikinci də həyata keçəcək inşallah. Ancaq o yerdə ki, əvvəlcədən məqsədim var mənim. İmam Hüseyni tanımayan bu günləri Hüseyin məktəbinə üz tutur. Ancaq illər boyu Hüseyinçi olanlar bu günləri bəzən İmam Hüseynin Kərbalasına, İmam Hüseyin əleyhissalamın özünə, İmam Hüseyin əleyhissalamın məktəbinə bəzən arxa çevirir. Bu məsələ mühüm məsələdir, mühüm nöqtədir. Bu gecə Aşura gecəsi daha öyrəşmişiz də. Biz həmişə İmam Hüseyin əleyhissalamın müsibətini sizə danışarıq. İmam Hüseyin əleyhissalamın İmam Hüseyin əleyhissalam Aşura günü dostların, səhabələrin, övladların, qardaşların itirəndən sonra girdi xeyməyə. Xanım Zeynəbi səslədi, dedi, bacı Zeynəb, o anam Zəhra sənə verən köynəyi gətir. Köynəyin misalını bilirsiniz də nədir, nəyə işarədir? İmam Hüseyin əleyhissalam deyir ki, məni şəhid edəndən sonra ki, qarət edəcəklər, heç olmasa o köynəyi götürməz heç kəs. O köynəyi ən altda qeydi İmam Hüseyin əleyhissalam. Ona görə İmam Hüseynin o Zəhra toxuyan köynək deyəndə Hüseyinci həmişə ağlayır. Bilir nəyə işarədir, Hüseynin qarətinə işarədir.
Xanım Zeynəb gətirdi, İmam Hüseyin əleyhissalam geyindi, üstündən zirəhin geyindi, qılıncını bağladı. Çıxdı xeymədən kənara, birinci başladı səhabələrinə oxşama deməyə. Mən belə deyirəm. Elə birinci rozanı İmam Hüseyin, Hüseynə rozanı birinci elə Hüseyin özü oxuyur. Ey rozanı bəyənməyən oğlan, ya kişi, yadında qalsın. Rozanı İmam Hüseyin özü-özünə birinci oxuyur. Bax, necə oxudu bu cür. Dedi, ya Həbib ibn Məzahir, ya Müslim ibn Osəcəl, ya Züheyr ibn İlqeyn, ya qardaşım Əbəlfəz, ya Əli Əkbər. Bu sözləri deyir, sonra belə deyir. Deyir, nə olub sizə imamımızın çağırışına cavab vermirsiniz? Axı siz imamımız sizi çağıranda həmişə ləbbeyk deyirdiniz. Nə olub sizə? Heç dost da dostuna cavab verməzmi? Oxşama döyür, qılsan verəm Allaha, bu roza döyür. Heç qardaş qardaşına cavab verməzmi? Çağırışına cavab verməzmi? Ləbbeyk deməzmi? Bu sözləri deyəndən sonra İmam Hüseyin əleyhissalam gəldi vidalaşmaya. Vidalaşmaya fikir verginən bu vidalaşma İmam Hüseynin vidası Xanım Zəhra bəyənir. Çoxlu alimlərimiz nəqd edirlər. Xüsusilə də Şeyx Ali deyir ki, mənim ustadım günlərin birində gəldi, tapşırdı bizə ki, həmişə İmam Hüseyndən oxuyanda onun vidasını oxuyur. Dedi, niyə? Dedi, çünki yuxuda gördüm ki, Xanım Zəhra deyir ki, oğlum Hüseyndən deyəndə onun vidasından çox deyir. Gəldi bir vida elədi. Qızı Səkinə ilə vidalaşanda İmam Hüseyin əleyhissalamın bacılarından ən çox əlaqəsi, məhəbbəti Xanım Zeynəbə olur. Qızlarından isə Səkiniyə olur. Çünki qardaşı oğlu, İmam Həsənin oğlu, İmam Hüseynin yanına elçiliyə gələndə İmam Hüseyin ona belə cavab verdi. Dedi, qardaşım oğlu, mənim 2 qızım var ki, o yaşa çatıblar, ailə həyatı qura bilərlər. Onlardan biri Fatimədir, biri Səkinə. Fatimənin gündüzləri orucdur, gecələri namaz. Onunla evlənə bilərsən, ailə həyatı qura bilərsən. Amma qızım Səkinəyə layiq deyirsən, oğlu, qardaşımın oğlu. Çünki mənim qızım Səkinə ləqəd istəqrəqət fillah. Qızım Səkinə Allahda qərb olur. Qızım Səkinə Allahda qərb olur. Ona görə o Səkinə ilə Rüqəyyəni də çox istəyirdi İmam Hüseyin əleyhissalama, amma Rüqəyyəni balacalığına, körpəliyinə görə çox istəyirdi. Səkinənin imanına, paklığına görə. Çünki Rüqəyyə balacaydı axı. İmam Hüseyin əleyhissalam üçün deyirlər, namaz qılmağa səccadəni o sərərdi həmişə, Rüqəyyə sərərdi. Qız uşağı var evində. Görmüşsən də, necə möhür gətirirsən, üçün namaz var. Aşura günü də sərmişdi Hüseynin xeyməsində. Deyirdi, gözləyirəm, atam gələcək, namaz qılacaq. Həsrətlə gözləyir Rüqəyyə. Bir də görür ki, şümür daxil oldu, qanlı qılacaq. Bir dənə diqqətlə qulaq as, bu sözü deyim, ondan sonra hamımız ağlayaq bir yerdə. Xanım Rüqəyyə bu səhnəni görəndə 3 yaşlı qız uşağı, görə ki, başının üstündə biri qalıb, əlində qanlı qılınc, daha ona söz tapa bilmədi, Gülsüm belə dedi. Dedi, mən Hüseynin qızıyam. Ancaq şümür başqa cür cavab verdi. Var gücü ilə Rüqəyyənin sifətinə qışırlar. Xanım
Səkinə ilə vida edir İmam Hüseyin əleyhissalam. Səkinə deyir ki, ya əbəta, atacan, səni görürəm ləqəd istəsləm təlim ol. Görürəm ki, sən ölümə təslim olmuşsan artıq. Yəni, hazırsan ki, vidanla bildirirsən ki, mən ölümə gedirəm. İmam Hüseyin əleyhissalam dedi ki, qızım Səkinə, necə mən ölümə gedməyim ki, mənim köməkçim qalmıyor, mənim qardaşım qalmıyor, mənim övladım qalmıyor. İmam Hüseyin əleyhissalam və bu gecə harada düşəcək əlimizə? Hə? Qoy İmam Hüseyin əleyhissalamı yad edəyək. Gəldi İmam Zeynalabdin ağanın xeyməsinə. Gördü, ağa o qədər şiddətli, xəstəliyi şiddətlənib, yerindən dura bilmir. Ancaq qəbul da eləyə bilmədi axı, atası Hüseynin yanında uzanan yerdə qalsın. Dedi, Bibi Zeynəb, məni qaldır kürəyimi dəyə sinəmə. Xanım Zeynəb, İmam Zeynalabdin ağanı qaldırdı, ağanın kürəyini dayadı öz sinəsinə. İmam Zeynalabdin ağa ki, xəstəliyi şiddətli idi, xeymənin içərisində bilmirdi. Qıraqda gedən, bayırda gedən məsələlərdən ətraflı xəbəri yoxdur. Bilirdi, döyüş gedir, amma məsələ nə yerdədir bilmirdi. Ona görə birinci soruşdu. Dedi, ata ya Hüseyin, əmim Əbəlfəzdən nə xəbər? Bunu deyəndə İmam Hüseyin əleyhissalamla xanım Hüseyinlə başladılar. Dedi, Abbas şəhid olur. Bunu deyəndə İmam Zeynalabdin ağa dedi ki, bəs qardaşım nədir Əkbər? Ağa dedi ki, o da şəhid olur. Qurban olun qeyrətinə İmam Zeynalabdin ağa dedi, Bibi Zeynəb, mənə bir qılınc gətir, bir də əsfa gətir. İmam Hüseyin əleyhissalam deyir ki, oğul, nə edirsən əsanı? Dedi, əsaya söykənərəm, qılıncla Peyğəmbər əhl-i beytin müdafiə edəyərəm. İmam Hüseyin əleyhissalam dedi, xeyr, sən məndən sonra zamana imamısan. Sən yaşamalısan, qalmalısan ki, bu pak nəsil davam edəsin. Xanım Zeynəblə birlikdə çıxdılar xeymədə. İmam Hüseyin əleyhissalam xanım Zeynəbə deyir, burada diqqətlə qulaq asın. Deyir, məndən sonra Fatimədən müğayət ol, qızım Səkinədən müğayət ol, qızım Rüqəyyədən müğayət ol, Rubabdan müğayət ol, İmam Zeynalabdin ağadan müğayət ol, xüsusilə tapşırır. Əlvida bazı, gedəndə xanım Zeynəb dedi, Hüseyin can, dayan. Dedi, sən indiyə qədər mənə Kərbalada tapşırıq verdin. Mən də sənin xidmətçünəm, tapşırıq verdin mənə. Ancaq bəs mən haçan sənə bazı kimi tamaşa edəcəm. Ona görə dayan, biraz dayan. Qoy sənə baxın. İmam Hüseyin əleyhissalamın bu söz xoşuna gəldi. Dayan, dedi, bacı, bax. Bax, tamaşa elə. Gəldi İmam Hüseyin əleyhissalam dayandı Ömər bin Sədin qabağında. Dedi, səndən 3 hacətin var. And ola Allah'ın mən üçün elə ən ağır müsibət budur. Daha lazımdır İmam Hüseynin şəhadətini danışır. Hüseyin kimi bir ləyaqətli, daha tərifdə layiq söz yoxdur. Daha o söz yoxdur ki, Hüseyni tərif eləsin. Ömər bin Sədi də pisliyinə aid söz yoxdur desin. Şəxsiyyət söz, ləyaqət söz, nə deyirsən deyil. İndi İmam Hüseyin əleyhissalamın gəlib ona deməsi ki, mənim 3 hacətim var, vallahi bu özən böyük müsibətdir. Niyə görəsən dünya belə oldu? Niyə görəsən Hüseyin və Hüseyin kimilər Yezid və Ömər bin Sədə dedi, hacətim var. Nə üçün? Bunu evdə düşünərik, bu gecə vaxtımız çoxdur. Dedi, eşidirəm Hüseyin, Ömər bin Səd deyir. Dedi, birincisi odur ki, mənə izin ver, qaydım cəddim Peyğəmbərin şəhərinə. Hüccəti tamam edir İmam Hüseyin əleyhissalama.
Sonra deməsinlər ki, Hüseyin istəsəydi biz onu bıraxardık. İstəyir qoy düşmanın bəhanəsi qalmasın. Dedi, icazə verginə mən gedim cəddim Peyğəmbərin şəhərinə, Mədiniyə qayıdım. Dedi, yox. Bir filosofdan soruşdular ki, ləyaqətli kişi üçün ən acı şey nədir bu həyatda? Dedi, ləyaqətli kişi üçün ən ağır və ən acı şey ləyaqətsizə ağız açmaydı. Bundan ağır müsibət yoxdur, ləyaqətli kişi üçün. İkinciyə yaxşı qulaq as. Dedi, Hüseyin, ikinci hadətin nədə eşidirəm? Dedi, bir içim su. Bir içim su. Dedi, bu da yox. Bax fərata, görürsən o su dəryası. And ola Allaha Ömər bin Səd deyir, Hüseyin, sən o sudan içməyib gedəcəksən. Dedi, üçüncü hacətin nədir? İmam Hüseyin əleyhissalam dedi, üçüncü hacətim odur ki, mənlə təkə-tək, siz 30 minsiniz, mən təkəm. Bir-bir gəlin meydana. Bunu qəbul elədilər. Ömər bin Səd dedi, bunu qəbul edirəm. And ola Allaha tarixdir ki, İmam Hüseyin əleyhissalam, onlar bir-bir gəldi, İmam Hüseyin əleyhissalam 200 nəfər onlardan göndərdi layiq olduğu yerə. Bunu görəndə Şimir gəldi Ömər bin Sədə dedi, sən nə oyun çıxardırsan, əmir? Bu Əli oğludur, əgər bu cür davam eləsə, o 30 mini də qıracaq, tək-tək olsa. Dedi, nə məsləhət görürsən, Şimrə dedi. Dedi, mən belə məsləhət görürəm, qoşunu 3 hissəyə bölə, bir hissə Hüseynə ox atsın, bir hissə daş atsın. Ona görə deyirlər, ha, imamın içində İmam Zeynal Abdin ağa gəldi, o çıxır yerdə o qədər daş vardı ki, Hüseynin cəsədi görsənir. Bir dəstədə qınızla vuruşsun. Amma İmam Hüseyin əleyhissalam yenə o cəbhəni yardı, özün çatdırdı fəraltə. Mən elə biləm ki, İmam Hüseyin hələ birinci istəyir ki, su aparsın Zeynəbi üçün. Bunu tarix yazmıyor, amma mən belə bilirəm. Gəldi, atı ilə İmam Hüseyin əleyhissalam daxil oldu fəraltə. Heyvan da susuzdu da. İstəyir su içsin, İmam Hüseyin əleyhissalam deyir ki, bilirəm, ənə ətşan, əntə ətşan. Daha dost qalmayıb Hüseynə müxatib olsun. Hüseyn atla danışır, qardaşlar, əzizlər. Bundan böyük müsibət. Deyir, mən də susuzam, sən də susuzsan. Deyir, bu sözü eşidəndə sanki heyvan başa düşdü Hüseyni, içmədi suda. İmam Hüseyin əleyhissalam əyildi, oğuzun doldurdu suyla içməyə. Hərmələ burada da bir oyun çıxartdı. Elə oxu atdı İmam Hüseyin əleyhissalamın dodağına dəydi. Oğuzu doldu qanla. İkinci dəfə oğuzun dolduranda dedilər ki, ya Hüseyin, sən su içirsən, amma qoşun hücum edib xeymələrə işləndə İmam Hüseyin dözə bilmədi. Qeyrətinə qurban. Orada bu sözü dedi, İlləm yakun lakum dinun və kunu ahraran fi dünyakum. Dedi, əgər sizin dininiz yoxdursa, azad olun. Şümür dedi, ya Hüseyin, biz səni başa düşmürük nə deyirsən, bu sözünlə nə demək istəyirsən ki, dinin yoxdur, azad olun. Dedi, ənəllədi uqafilukum. Mənəm sizlə döyüşən, mənlə döyüşün, xeyməm də düşüz olmasın. Zeynəblə düşüz olmasın, Fatimə ilə düşüz olmasın. Ancaq İmam Hüseyin əleyhissalam bir həddə çatdı, axı taqəti kəsildi. Oturdu diz üstə. Kimisi daşı vurdu ağanın alnına. Kimisi qılızla yara vurur, kimisi nizə ilə. Ancaq
Ermənə bir ox atdı ağanın sinəsinə dəydi. Ağa ovucun doldurdu qandan, birinci ovucun doldurdu qandan göyə atdı, dedi Allah şahid ol. İkincin doldurdu üzünə çəkdi, dedi cəddim Rəsulullahla bu cür görüşəcəm. Deyəcəm sənin ümmətin məni bu günə qoydu. İndi İmam Hüseyin əleyhissalam yıxılıb bir tarixdə gördüm ki, bir neçə saat o cür qaldı ağa. Cürət eləmir kimsə yaxına gələr. Burada hazır ol günə qutardım. Bir Malik adında biri gəldi İmam Hüseyin əleyhissalam ona dedi ki, mənim qatilim sən döyürsən ki, Şimr ibn Zölcövşən gəldi. Andala Allah'a bu məsələni, ağanın şəhadətini ətraflı yazanlar deyirlər ki, Şimr birinci ayağı ilə təbilədi. Ayağı ilə İmam Hüseyin əleyhissalamı təbilədi, ondan sonra oturdu ağanın siləsi üzrə. Buyuruz, buyurdan. أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم ذلكم فذوقوه وأن للكافرين عذاب النار يا أيها الذين آمنوا إذا لقيتم الذين كفروا زحفا فلا تولوهم الأدبار ومن يولهم يومئذ دبره إلا متحرفا لقتال أو متحيزا إلى فئة فقد باء بغضب من الله ومأواه جهنم وبئس المصير صدق الله العلي العظيم الصلاة والسلام عليك يا